Salam əziz qardaşlarım, bacılarım. Sinəmizdə səssiz, amma sönməyən bir od yanır. Bu od Qərbi Azərbaycan odudur. Göyçənin sərin küləyi, Zəngəzurun uca dağları, Dərələzin yolları, İrəvanın qədim nəfəsi hələ də ruhumuzdadır. Elə bil o torpaqların qoxusu uşaqlığımızdan, analarımızın laylalarından, ata ocağının tüstüsündən bizə hopub qalıb. Gözlərimizdən axan yaşlar qurumur. Çünki həsrət bitməyib. Çünki ürəyimiz doğma yurda sarı döyülməkdən yorulmur. Amma bütün bu ağrının içində bir işıq var. Sönməyən, qırılmayan bir işıq, ümid işığı. BDM TV-nin Həsəf Ümid verilişinə xoş gəlmişsiniz. Gəlin bu ağrını birlikdə daşıyaq. Bu ümidi birlikdə yaşadaq. Həsəf Ümid verilişinin dəyərli izləyiciləri, bugünkü verilişimizin qonağını sizlərə təqdim etmək istəyirəm. Verilişimizin qonağı Qərbi Azərbaycan Paşalıqın Tep kəndinin sakini Cənnət əminin bugün qapısındayıq. Cənnət əmi bizə öz verilişimiz üçün evindəyik. Evini bizə açdı. Dedi, xoş gəlmişsiniz Həsəf Ümid verilişinə. Mən də müsahibə verərəm. O kəndin bir ziyalı saxsaqqalı kimi biz də Cənnət əmi ilə görüşə gəldik. Cənnət əmi, necəsiz? Çox sağ ol Ceyhun müəllim. Allah razı olsun səndən. Biz Terp kəndinə 1956-cı ilin may ayında qayıtdıq. Azərbaycanın Bərdə rayonunun Qaradəmirçi kəndinə bizi o vaxtı Stalin deportasiyasında ora köçürtmüşdülər. 56-cı ildə, bunu deyim də, 1953-cü ilin mart ayının 5-də Stalin öldü. Stalinin şəxsiyyətə pərəstiş qanunları öz qüvvəsini itirdi. Yenidən öz doğma vətənimiz, doğulduğumuz yer, yaşadığımız ata-baba yurduna 1956-cı ilin may ayında qayıtdıq. Getdik, orada ermənilər gəlib bizim yaşadığımız kəndlərin iqtisadiyyatı çox yaxşı idi. Dağlı aranlı yeridir, bulaqlı. Bizim savxozun ərazisində 80-dan çox bulaq var idi. O qədər iqtisadiyyatı güclü yeridir bizim kənd. 1988-ci ilə qədər o kənddə biz yaşadıq. 88-ci ildə Qarabağ hadisələri, Sovet dövləti yıxıldı, məhv oldu, dağıldı. Onunla əlaqədar olaraq bizi 88-ci ildə yenidən deportasiya olduq Azərbaycan Respublikasına, öz dövlətimizə. Bəli. Kənddə dolanışığımız çox yaxşı idi. Kənddə bütün ağsaqqalları biz necə biz ziyalı kimi, kəndin ağsaqqalı kimi hamımız onların qabağında sakit dururduq. Onların dedikləri bütün kənd cavanları üçün, kənd cəmaatı üçün
o nətər deyim, qanunudur. Bəli. Cənnət əmi, üzr istəyirəm, girişi çox maşallah maraqlı giriş elədiniz. Biz sizi tanıyırıq, siz bizim kəndimizin, elimizin, obamızın ağsaqqalısınız. Zəhmət olmasa Həsəf və Ümid verilişin izləyicilərinə özünüzü, ailəniz, övladlarınız və nəvələriniz haqqında biraz məlumat verə bilərsinizmi? Şeyhim müəllim, mənim atam uzun müddət savadlı olub, müəllim olubdu. Dərələzin o mən Yığmazorla Əzbəyova ayrım, Əzbəyov rayonunun İstosu kəndində. 2 dənə Zirək kəndi olub. O 2 kənddə. Kötanlı kəndində. Mənəzə kəndində. Uzun müddət məktəb direktoru, müəllim işləyibdi. Biz 6 qardaş olmuşuq. Bir bacımız var. Mənim qardaşlarımın hamısı rəhmətə gedibdi. Tək mən qalmışam, bir də bacım qalıb. Anladım. Atam el ağsaqqalı olub. Dərələz mahalında hər hansı bir negativ, barışılmaz bir hadisə olursa, mənim atam gedən yerdə o barışıqlıq o qanın üstünə su səpilibdi. Doğrudan elə olur Ceyhun. Öyle. Atam 88-ci ilin mart ayının 12-sində Terp kəndində, Əzbəyov rayonunun Terp kəndində vəfat edib. Qəbri oradadır. Biz onun qəbrini çatdırıb düzəldə bilmədik. Amma elə bir gözəl yerdədir ki, bulağın yanında bir yaxşı bulaq vardı. Bulağın yanında bir yüksək yerdə dəfn olunub. Amma qardaşlarım, anam burada Pirşağı qəsəbəsində rəhmətə gediblər. Mənim 5 qızım, bir oğlum var. Bunların hamısının da Allah bütün hamı Azərbaycan millətinin balalarını saxlasın. Onların hamısı da ailəlidir, uşaqları var, balaları var. Biz 1988-ci ildə Şuşaya gəldik. Şuşadan ev ala bilmədik. Ev məhdudiyyəti çoxudur. Ona görə köçdük Xocalıdan, sağ olsun. Yavər var idi, Toğculu fabrikinin direktoru. Bir də Elman Məmmədova dərin o nətər deyil, can sağlığı arzu edirəm. Bizə kömək elədi. Getdi Xocalıdan bizə ev də verdilər. Hamımız 6 qardaşın hamına. Evdə verdilər, işlə də təmin elədilər. 92-ci il Xocalı hadisələri vaxtı oradan çıxanda bir qardaşım 32 yaşında. Böyük qardaşımın 21 yaşında oğlu, anası əmimin nəvəsi idi. Anası ilə bir yerdə rəhmətə getdilər. Xocalı hadisəsində. Allah rəhmət eləsin. Bir əmin qızın ailəsi tamam yer üzündən, o Xocalıda yer üzündən silinən ailələrin biri də mənim əmin qızıdır. 2 oğlu vardı. Biri ölmüşdü özləri ilə bərabər. Biri itkindi. Bugünə qədər də itkindi. Heç bir yandan xəbər çıxmadı. Özü, əri, bir oğlu ölmüşdü. Getdik, dəfn elədik. Bir oğlu hələ də itkindi. Biz çox əziyyətlər çəkdik. İndi bax, 3 evimiz, 6 evimiz dağıldı. 1 manata gümanımız gəlmədi. 1 manata gümanımız gəlmədi. Getdik, Allah qohum evlada can sağlığı versin. Tərtər rayonunun Üsənli kəndində mənim bibim olur. Onun oğlanları bilirdi ki, Xocalıdayıq. Hadisə olanda bizə qabaq gəldilər. Hayımıza gəldilər.
Oradan o rəhmətə gedənlərin meyitlərini gətirdilər öz kəndlərində, Hüsənlidə. Yaxşı təntənə ilə dəfn elədik və hərəsi öz evindən bir heyvan gətirdi, kəsdi. Birinci hayımıza gələn cəmaata ehsan verdik. Ondan sonra geldik Kızılkum Sanatoriyasına. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Sonra Ermənistandan çıxıb, Qarabağdan çıxanları Ermənistanlılara. Burada qəsəbə tikdilər Pirşağanın yanında. Bizə də buradan ev verdilər. Bax, bu indi gördüyümüz ev Heydər Əliyevin bizə istirdiyi evdir. Yaşadığı ərazidə, orada da zaten sərəncamda yazmışdı ki, yaşadıkları ərazidə. Biz də Pirşağda yaşadığımıza görə burada ev tikib verdilər. İndi burada yaşayırıq. Çox gözəl. Cənnət əmi, həqiqətən danışırsınız. Allah cəmi dünyasını dəyişənlərimizə qəni-qəni rəhmət eləsin. Xalqımızın başına, elimizin, obamızın başına, həm Qərbi Azərbaycandan deportasiyada, daha sonra bu mənfur qonşularımızın başımıza törətdiyi faciələrdə demək olar ki, bizim Qərbi Azərbaycana da nəsibini aldı. Cənnət əmi, icazənizlə mən kəndimizə qaydaq. TET-lə bağlı sual vermək istəyirəm sizə. Buyur, buyur. TET kəndinin təbiəti bildiyimiz kimi həqiqətən çox diqqət çəkən bir təbiəti var idi. Kəndin ərazisi, onu əhatə edən dağlar, meşələr, çaylar, göllər, bulaqlar necə idi Cənnət əmi? Bu təbiət kənd həyatına necə təsir göstərirdi? Mən TET kəndinin ərazisi 8000 tək hektar biçim sahəsi vardı, ot sahəsi vardı ki, cəmaat biçib öz mal heyvanını saxlayırdı. Yuxarısı Zəngəzur mahallının Dərələz tərəfdən axırıncı kəndi TET kəndi idi. Birinci Zəngəzura keçəndə Bazarçay kəndi olurdu. Orada Malakan milləti yaşayır. Sonra onlar köçüb getmişdi, ermənilər gəlib yığışmışdı, yaşayırdı. Bir dəfə söhbət oldu, mən saydım 80 ədəd buz bulaqlar vardı. TET kəndinin Zəngəzurla birləşən yerində, bir də Naxçıvana tərəfində 2 dənə buzxana vardı. Yerin altında mağara. Göydən su damırdı, yerə düşəndə buz olurdu. Girişi çox darıdı. Uzanıb girirdin, amma içi böyük idi. Yayın yay vaxtı. Oradan Ceyhun müəllim 200 ton buz qırıb maşına yükləmək olardı. O qədər soyuq. Buz vardı. Hər iki tərəfində. O buzun altından sən axıb çıxan bulaqları özün təsəvvürünə gətir ki, o buz əriyib və necə təmiz olar. Göz yaşı kimi olurdu o bizim bulaqlar. Çoxdur. Hər addıma bir bulağıdır. Gözəl bulaqlar. Elə belə məsələn də indi bulaq var. Göz yaşı kimi duru suyu və soyuq suyu, sərin suyu. Hər yanda çox yaxşı təbiəti, çox yaxşı meşələri. Meşələri haqqında hansı meşələr var idi? Adları? Tarpın meşəsi, Ağkəndin meşəsi, Terpin meşələri, biraz o ətrafları çoxudur meşələr, amma kəndə öz yaxın azıdır meşələr. Leyliqaçan meşəsi deyirdik, Zibliq meşəsi deyirdik. Çaykənddən başlamış Terpə qədər yolun sağ tərəfi hamısı meşə idi. Özdə, bax bu Eldar Şamı ki deyirsən, görünən yerlər hamısı
Tabii biten Eldar Şam'ıydı. Dağları, gölleri, çayları. Dağları ile o taraf boydan boy Zengezur'la bizim aramızın dağlarıydı. Bu tarafı Cul dağlarıydı. Cul'a taraf ona Terf Dağı da deyirdi, Cul Dağı da deyirdi. Cul'u da 1949 yılda köçürdüler. Demək olar ki 80-90% Salyan rayonunun bu kendin adı nerede? Qarabağlar. Yok, Xalaş kəndi. Xalaş kəndi. Xalaş kəndinə. Terfləri 1949 yılda indi köçürdülər. Hal-hazırda 3000 ailədən ibarət bir kənddir. Salyan rayonunun Qarabağlılar kəndi. Tarpı köçürdülər 49 yılda. Salyan rayonunun Comuşçuluq deyirlər. Orası köçürdülər, oradadılar. Mən o Dərələzin arxivin çox bilirəm. Ermənilər bizim Dərələzdə tək Əzbəyov rayonunda, hələ Mikoyan rayonu demirəm, Əzbəyov rayonunda 40-45 Azərbaycanlı kəndini indiki Qarabağı saldıqları günə və qaydanda o kəndlərin birində bir ev salamat olmayıb ki, cəmaat qayda. Ona görə qəsdən kəndləri söküblər ki, oradan deportasiya 49-52 ilin deportasiyasında qaydan cəmaat qayıtmasın, qayıda bilməsin. Düşünülmüş bir formadır. Düşünülmüş, bəs həmin Qarabağı, indiki Qarabağ, Laçın, Zəngilanla tutmuş, ta ki Ağdamla kimi işğal olunan rayonları, kəndləri niyə el eləyiblər? Onların köhnə praktikasıdır. Onlar ermənilər, yəni o hain insanlar. Onlara hain demək olar. Cənnətəm, valla o qədər güzel məlumat verirsiniz ki, yəni, o bir suala keçmək istəmirəm. Amma kəndimizin adət-ənənəsi həqiqətən dediyimiz kimi adət-ənənəsi zənginlidir. Təbiətə qədər adət-ənənəsdə çox zəngindir. O vaxtlar toylar, nişanlar, elçiliklər necə keçirdi? Sizcə bugün unudulan hansı güzel adətlər var? Bizim kənddə ağsaqqallara çox yüksək hörmət var idi. Çox. Ağac götürüb hər hansı bir uşağı, bir böyüyünü adamda ondan xırda adamın bir səhv eləyərdisə, döyərdisə, bir adam ona qayıdıb deməzdi, mən niyə döyüşsən? Dururdu, əllərini salırdı yanına, düz. O adam döyürdü və toylarda böyük mağaralar tikirdik. Bir nəfər tamad olurdu. Bir kəndin cəmaatına bir nəfər ağsaqqallardan tamad olurdu. O spirtli içki içmirdi. Amma dururdu, sağlıq deyildi. O spirtli içkiden istifadə edənlər içirdi. Onların bir sözünün qabağında iki eləmək yoxdur. Çox. Bəlkə də Terpin o adət-ənənəsi dünyaya nümunə olan bir adət-ənənə idi. Elçiliyə də gedirdik, qoşulub qaçan qız oğlan da olurdu. Hamısı olurdu. Kəndidir, biz də Azərbaycanlıydıq. Azərbaycanın adət-ənənələrinə necə deyil, inanırdıq da, o adəti biz də eləyirdik. Amma çox yaxşı adət. Biri bizdə sağ diş, sol diş olurdu. 90% sağ diş olurdu, tək olurdu. O sağ dişin, bir də baxırdın, çörək bişirirlər. Onun ağzı açılmır, qardaşlıq gəlsin, biz qardaşlıq deyildik. Qardaşlıq gəldi, çörək bişirənlərin xələtini verdi, 10 manat, 20 manat, onun dəxli yoxdur. Bir də baxırdın, çörək bişirəcək odun yoxdur, qardaşlıq gelsin, odun gətirsin. Yəni pul istəyirdi. Yox, uşaqları yığırdı başına, gedirdi. Toyda bir maşın çörək, bir maşın odun ancaq görürdü. Çörək bişirirdi, kababın altında, bizdə kömür yoxdu da. Gedirdi, meşədən bir maşın odun gətirdi. Meşəbəyi gəlirdi. Qardaşlıq, salam. Qardaşlıq yola saldı. Malın başı kəsilir.
Bıçaq kəsmir, qardaşlıq gəlsin. Qardaşlıq gəlin üçün o işləri paltar biçdi olurdu bizdə. Qız toyu olmurdu, paltar biçdi olurdu gəlinə. O paltar biçdidə dərzi çağırırdı, qardaşlıq gəlsin. Qayçı paltarı kəsmir. Qardaşlıq gəldi, paltarı kəsdi, biçdi. Bu səfər aşpaz gəlir. Xörək biçmir, qardaşlıq gəlsin. Və qardaşlıq başdan ayağa geyinməli. Başdan ayağa ayaqqabısından tutmuş yaylığına qədər gəlinə pay alırdı. Hədiyyə alırdı. Və qızılı payda içində olmaq şərti ilə. İndi kimin gücü çatırdı, üzük alırdı. Ən aşağısı üzük olmalıydı. Gəlinə qardaşlıq üzük payı alırdı. O qardaşlıq sağ iş. O gəlinlə bəyin doğma qardaşdan da artıq qardaşı olurdu. O qədər mehribançılığı olurdu bizdə. Nə bilim, Allah rəhmət eləsin atana. Allah cəmilinə rəhmət eləsin. Cavan oğlan idim. 23-24 yaşında. Firma müdür işləyirdim. İş çətin idi. Bizim cəmaat çox təkəbbürlü cəmaatıdır. Erməniyə əyilməz cəmaatıdır. Öz yerimizdə, öz kəndimizdə naxırçı işləyirdi. Gedib erməninin yanında prorab işləmirdi. Şofer işləmirdi. Çünki biz təşəkküslü idik. Erməni həmişə bizə türk deyib çağırıbdı. Atan naxırçı işləyirdi. Onu da xahişlə aparmışdım. Sənin əminlə mənim böyük qardaşım toy qardaşlığıdır. Onlar Musa əmimlə rəhmət Vaqif. Ona görə onlar mənim sözümü inkar eləmədi. Getdim dedim, gəldi işlədi. Və anam da sağıcı işləyirdi. İnək sağırdı. Orada Allah'ın yazısıdır. Sevişdilər. Ama bilirdik. Düzdür. Biruzə vermirdi, yüzlerine demirdi. Ama bilirdi de görürdü ki bunlar gizli danışır, şirin danışır. Bilirdi. Bir gün gittim ki savcı yoldaşlarının biri ananın inəklərin altını təmizləyir. Dedim ben Lətifə niye gelmeyeyim? Dediler evin tikilsin, bəxtəvər başına yaman tez ayrılmışsan. Dedim ha ne olur? Şakirlə Lətifə bu gece koşulup kaçırdılar. Ondan sonra Lətifə təzə gəlin olduğuna göre işe gelmedi. Ama Şakir'i yine qaytardım, geldi ki evlenip yoldaşı var. Koy, o işlesin, əmək haqqı alsın. Ondan sonra elə həmin qardaş balası qardaşlıq kimi indiyə qədər o mehribançılıq bizim aramızda var. İndi də olacaqdır. Nə qədər ki nəfəsimiz sağda olacaq. Allah sizə uzun ömür, can sağlığı versin. Cənət əmi, həqiqətən mən atamla, anamla bağlı belə bir xatirəni heç eşitməmişdim. Yəni həqiqətən Yox, doğrudan. Yəni maraqlı bir şey oldu mənim üçün. İcazənizlə mən başqa bir sualı keçmək istəyirəm. Yəni Cənət əmi, məsələn, kənd cəmaatımızın yəni dolanışığı həqiqətən elə bəzən Kəşəndə başqa kəndlərdən fərqlənirdi. Yəni bizim çox fərqli. Kənd cəmaatının dolanışığı necə qurulurdu? Keçmişdə insanlar əsasən hansı işlə məşğul oldu? Bu əmək həyatınıza keçirdi. Bizim cəmaat bir savxozda işləyirdi. 90% çalışırdılar ki erməni əlinin altında işləməsinlər. Təşəxxüs vardı. Onlar ki bizə Türk deyirdi, biz onlara kiri erməni deyirdik. Gexdot hay deyirdik. Deyirdi ya sizin kökümüz bilinmir. İngilizin kökü bilinir, biz də onlara aşıq deyirdik. Və qorxmurduq. Deyirdi ki sizin kökünüz heç bilinmir. Hansı millətdən əmələ deyirdi, siz Albanlardan əmələ gəlmişsiniz. Sizin atanız Alban olub, ananız nə millət olub bilmir.
Onlara çox rişxənd eləyirdik. Ona görə biz o erməninin əlinin altında işləməyi özümüzə qəbəhət sayırdıq. Öz kəndimizdə işləyirdik. Sonra bir meşə idarəsi yaranmış vardı. O meşə idarəsində bizim cəmaatın öz briqadası vardı. Onların rəhbərləri də öz kəndimizdən də Azərbaycanlı idi. Ona görə bizim cəmaat erməni əlində alnının altında işləməkdən qaçırdı. Yenə deyirəm, ən çoxu savxozda işləyirdi, bir də o meşə idarəsində işləyirdi. O meşə idarəsində də bizim kənddən olan briqadanın rəhbəri də Azərbaycanlı idi, öz kəndimizdən idi. Kənd cəmaat dolanışığı əsən maldarlıq idi. Maldarlıq idi, əkinçilik azdı. Və bizim cəmaatda bazara aparıb şey satmaq yox idi cihim. Biz bir tək diri heyvan satırdıq. Mal. Artıq malımız olurdu. Məsələn, erkək malı nəyə saxlayasan, qışda yem, bizdə qış uzun müddətli olurdu. Bizdə yem çətin olurdu. Ona görə biz subayın malı, erkək heyvanı, qoyunu, onu satırdıq. Bizim kənddə ət satan, kəsən, nə bilim, yağı satan, pendiri, nə olurdu? Artıq olurdu, çox olurdu. Yağımız, pendirimiz, qovurmamız. Amma bizim kənddə adət deyildi. Elə özümüzün öz yeməyimizi saxlayırdıq gemboluna. Artanda qalırdı o biri ilə. Yəni bizim cəmaat çox yaxşı. Sənə onu da deyim, mümkündürsə indi bax özün yazarsan da, yazmırsan da, o Əzbəyov rayonunda həmişə deyiblər, indi də deyənlər var ki, bizim kənd güllü bağıdır. Deyirdilər ki, biz geyim mədəniyyətində, sürfə mədəniyyətində, toy mədəniyyətində hamısını tef cəmaatından öyrənmişik. Doğrudan deyirdilər, bunu söz xatirinə demirəm. İndi də söz düşür, bütün o şu kəndlərin cəmaatı deyir, sizin geyimimiz, biz geyinirdik rayona gedəndə ya işdə, hamı məəttəl qalırdı ki, kənddə də belə geyim, belə təmizlik olarmış. Çox gözəl yaşayırdıq biz o Tef kəndində. Çünki iqtisadiyyatı güclüydü. Kasıblıq çəkmədik biz. Orada Tefdə biz kasıblıq çəkmədik, yaxşı dolanırdıq. Birinci Jiguli çıxanda kəndimizdə Əhməd var idi. Əhməd Jiguli aldı. Ona kimi kəndimizdə 2 dənə maşın vardı. Bir 21, qaz 21. Bir də bir Uaz Bilis. Onlar kimliydi? Biri Surxay var idi. Babayev Surxay. Cəngəvər idi, rəhmətlik. Bir dəfə Cermukdan gələndə bir maşın istəyir ki, bunları abqon eləyə, zad eləyə. Görürlər ki, da o vaxtda avtobusun zadın olmayan vaxtları. Görürlər ki, bunların maşınına vuracaqdı. Aşarlar arpa çayına. Orada saxlayırlar. Cermuk kimi bir şəhərin yolun bir 5-6 Azərbaycanlı olurlar. Həmin o Surxay, Babayev Surxay, bir də qardaşı vardı. Allah ikisinə də rəhmət eləsin. Babayev Abbas. Nə tər bu erməniləri döyürlər, ermənilər öz əl-ələ tuturlar, özlərini atırlar arpa çayına ki, öldürəcək. Arpa çayı aparmasın bunları, bir-birinə kömək dururlar. Və yoldan qaçırlar, özlərini verirlər arpa çayına ki, Surxay ilə Abbas bizi qıracaq, öldürəcək. Bax, doğrudan olmuş işdir. Allah içinə də rəhmət eləsin. Biz Dərələzdə orada yaşayan vaxtı ermənidən qorxmamışıq. Toba qorxmamışıq, adın olsun Allaha. O yaşlılarla biz cavanlara qədər elə yaranmışdı ki, deyirdik, bir şey olanda deyirdik ki, səndən Moskviyəcə yazacaq. Olmuş şeylərdir. Bunlar söz xatirinə deyil. Deyirdik ki, get hara yazırsan yaz. Elə ki, o vaxtı Heydər Əliyevin adını çəkəndə deyirdim, Heydər Əliyevə yazacaq.
Heydər Əliyevdən o vaxtı qorxurdular. Bax Allah'a and olsun. Elə ki dedim Heydər Əliyevə yazacağım dedi yazma başıma dönüm. Gəl nə deysən edeyim. En çok da Moskva'ya gedəndən sonra qorxurdular. Çünkü ona yazdığımız ərizəyə real cevap verirdi. Ciddi məşğul olurdu axıra kimi. Moskva'ya Rus'a yazdığımızı gönderirdi. Ermənistanın Mərkəzi Komitəsini o da götürüb atırdı ki, günün Türkiye haşlini ızbaq verin. Zaten Türk'ün hesabına məşğul olan, Türk'ün işiyle məşğul olan. Niyə məşğul olmalıyam ki? Mən erməni dilində yaxşı yazıram, yaxşı bilirəm, yaxşı danışıram. Erməni dilini mən Azərbaycan dili səviyyəsində bir dəfə söhbət düşdü, köç vaxtıdır. Daxili İşlər Nazirliyinə şərzə yazdım. Gedib orada Daxili İşlər Nazirliyində inanmamışdılar ki, Türk belə ərizə yaza bilməz. Bir də yeri qaçan da Əziz Kirvə vardı. Əziz Kirvənin maşınını o iki yoldaşıdıq. 30 man. Birini onun adına yazmışdım, birini öz adım. Hərəmiz 30 man verdik, jiguli tutduq. Polisten de bir nefer Daxili İşlər Nazirliyi ilə polis idarəsində da danışmışlar ki, polis verin getsin, artıq hadisələr başlamışdı. Mənlə o kirvəmizi apardılar Yerevana, mənə söz dedilər, erməni dilində yazdım, onda inandılar ki, mən yazmışam. Xəttimi tutuşturdular, elədilər. Da bizə uşaq məktəbdə oxuyan vaxtı erməni dili keçirdilər. Hələ o atam orada müəllim işlədiyi devirdə erməni dilini orada bilməyən, vəzifədə işləyə bilmirdi ki, köpəyoğlu millətdilər. Çünki Moskvadan bir təlimat gəlirdi, bir qanun gəlirdi. Ermənilər onu tərcümə edib erməni dilində göndərirdilər öz savxoz, kolxoz kəndlərinə. Amma burada gələndə ona görə Azərbaycanda Rus dili yaxşı bilirlər. Biz Rus dilini yaxşı bilmirdik. Çünki erməni dilində bilməyən adam Ermənistanda yüksək vəzifədə işləyə bilməz. Çünki gərək erməni dilində bütün yazılar bir dəfə gəldilər, yoxlama gəldi savxoza. Mənə dedi ki, mən burada bu Azərbaycan dilini bilmirəm. Naryatlar, aşotlar erməni dilində yazsın. Bizi reviziya komissiyasına çağırdılar, orada da durdu, təklif elədi. Erməni Kənd Təsərrüfat Nazirliyi. Ne kadar durdum, kışkırdımsa bu revizorun üstüne. Dedim yok, bizi de icat eden, mecbur eden ki siz pasportumuzu değişin, bize de erməni yazın. Seni Türk yazacağım dedim. Seni Türk yazarım dedim. Bak Allah'a and olsun, bu işlerin sonunda yayılan Kur'an hakkı. Ne kadar erməni revizorun üstüne kışkırdım, bilirdim, ben düz işlemiştim de bilirdim ki mənə təhlükə yokturdu. Dedim senin pasportunu alacağım, seni Türk yazacağım. Sen Türksen. Ben niye erməni olmalıyım? Haram erməni. O kadın reviziya komissiyasının sədri durdu, geldi beni böyle, ben içeride geldi kucakladı, dedi acıqlanma, miç qaynatsın. Acıqlanma. Gördük ki əsirəm əsəbdən. Biz orada heylə yaşamışıq. Geldik ermənilərdən qorxunu Dağlıq Qarabağda biz gördük ki ermənilər Dağlıq Qarabağda elə vəziyyət yaradıbdı ki oradakı Azərbaycanlılar köçsün geçsin. 4 rayon erməni idi, bir Şuşa rayonu Azərbaycanlı idi. Şuşalar da köçsün geçsin, Qarabağ elə təmiz erməniləşsin. Kendi güzel kendidir. Çayları vardı, her dereden bir çay akırdı. Çayında kızıl balıklar bakırdın, böyle su qəlbidən tökülürdü, balıklar çıkabilmirdi de orada. Kullanırdı ki çıkar, su vururdu, bir de qaytarırdı yerine. Kızıl balıklar her tarafı, bir tarafından Arpa çayı akırdı. Qovşuq kendi vardı, Gülüdüz kendi, oradan bir böyük çay akırdı. Hamısı da gedib Şərurdan Araza tökülüb da Xəzər dənizinə gəlirdi. Bir çayda
O bayaq dedimi Bəli, hə. Bazar çay kendi. O Bazar çaydan bir çay akırdı. Biz Bazar çayı deyirdik. Ermeniler Borotan deyirdi. O Borotan çayı gelirdi Sisyandan Gorus'tan kafanın arasından. Zengilandan gelirdi. Azerbaycan'ın arasına geçende hemin çaya Berküşat çayı deyirdiler. O çayda kızıl balıklar ne diyeyim bak böyle kaynaşıp oynuyurdu. Oynaşırdı. Çok yaxşı dolanışığımız vardı. Deməli, mən bir həqiqətən yenə bir ağlıma bir sual gəldi. Deməli, uzun illər bildiyimiz kimi biz o kənddənik, sizə bizi artıq bilirsiniz də bunu ki, yəni kənd cəmiyyəti sizi hamının gözünün qabağında uzun illər kənddə mühasib iş kimi işləmisiniz. Yəni həmin dövrdə də sözünüzün əvvəlində dediniz, elə danışıq ərəfəsində ermənilər rəhbər təqvədə ermənilər təmsil olunurdu. Bu vəziyyət həqiqətən sizin iş həyatınıza, ümumilikdə kəndin həyatına təsir edirdimi? Onların rəhbər vəziyyədə olması. Bilirsən, Ona biraz toxundunuz amma biz qorxmurduq. Orada ermənidən biz qorxmurduq. Ona görə elə iş vardı ki, ondan asılı olur da ermənidən. Biz də gedirdik, danışırdıq, həll edirdik. Amma Allah haqqı, bax elə harda söz düşür, mən indi işlədiyim iş yerim Şuşalılarlandır. İndi söz düşəndə orada da deyirəm. Biz cəngəvər kimi yaşamışıq. Ermənidən qorxur. Erməni nə idi ki qorxaq? Erməniyə deyirdik, bir şapalaq vuracam burnun qanıya, qorxarsan. Zarafat edirdik. Həqiqət olanda atalar sözdə erməni qanından qorxur. Biz orada, deyirəm, əgər biz orada ermənidən qorxaq kimi yaşasaydıq, biz o 30 ili, 40 ili orada yaşaya bilməzdik. Erməni bir dəfə Allah İlham Əliyevin ömrünü uzun eləsin. O dilimizi uzun elədi. Hatta televizorda bu yaxınlarda bir çıxış oldu. Onların birinci prezidentləri Levon Ter-Petrosyanın Suriye ermənisidir. Mən Suriye'ye bir dəfə gedəndə Hələb şəhərində onun ateli mənə orada bir Türk gösterdi. Hala o vaxtı o idi prezident. Orada onu gösterdi. Dedi Levon Ter-Petrosyan ne dedi? Deməli bir çıxış eləyir. O çıxışında qeyd edir ki 300 il biz Qarabağ uğrunda mübarizə aparırıq. Ama onu da səhv demişti. Özün şirin salmaq üçün demişti. Onu hardansa İlham Əliyev bilir. Onu mətbuatdan məxfi saxlamışdılar. İlham Əliyev onu tapdı. Bax bu il öz çıxışında dedi ki 300 ildir ki ermənilər Qarabağ uğrunda mübarizə aparır. İnşallah ki biz onlara elə bir layiqli dərsini verdik. Allah ilhama 2 dəfə onu deyim, 2 dəfə bəlkə Azərbaycanda mən qədər sevinən 2 dəfə o sözü mənim başıma qalxıblar. Bir dəfə Türkmenistan'da deyirlər siz güclü olaydınız, siz ermənini öldürəydiniz. Şəxsiyyətimə baxdı ki, zatıda Xocalı yazılıb. Bir dəfə də Moskvada Moldavanlar. Dedi, siz Xocalı'dan zaten ermənilərdən çox oldunuz. Yaxşı olaydınız siz ermənilər. O sözü indi Allah İlham Əliyevə dəyməsin. Bizim dilimizi bütün dünyada uzun elədi. Bəli, Allah cənab prezidentimizə can sağlığı versin. Cənab əmi, bu deportasiya ilə bağlı suala keçmədən öncə kənd ağsaqqalları o dövrdə ki sizin verilişin əvvəlində dediniz, biz həqiqətən Allah cəmlə rəhmət etsin, mən atamla belə bunu eşitmişəm. Yəni ağsaqqal sözü, cavanların onlara qulaq asması, bəzən belə deyək, bir ağsaqqalın, bir ağ birçəyin bir kəlməsi qan batırardı. Yəni bu adət ənənə bağlı danışdınız.
bir balaca bu kəndin ağsaqqallarından, önə çıxmış insanlarından və müəllimlərindən xüsusi, çünki məktəbim də burada olub böyükdür, məktəbdə qonşu kəndlər gəlib 11 illik oda qurtarırdılar. Yəni biraz bundan bağlı nə danışa bilərsiniz? Kəndin ağsaqqallarında biri-birinə fərq qoymurduq. Düzdür. Hüseyin vardı, Ağa Mirzəoğlu. Sovet sədri işləmişdi, terma müdürü işləmişdi, uzun müddət Sovet sədri işləmişdi. Çox hörmətli idi. Amma bizim cəmaət fərqi yoxdur. O sınıq bağlayırdı. O qədər yaxşı insanıdır ki, deməli, 1 manat sınıq bağlamaqdan pul almırdı. Və evində çörək verir, yedirdirməmiş buraxmazdı onu. 1 manatda pul almazdı bağladığı sınıqdan. Çoxu da atam, əvvəldə dedim, Dərələzdə əgər bir qan işi olurdu, barışıq olmurdusa, atam gedən yerdə barışıq olurdu. Axta kəndi var. Orada bir qan işi olmuşdu. Atam getmişdi, o qanı barışdırmışdı. Tək orada yox. Harda olaydı, mənim atam el ağsaqqalı idi. Nədən, bunun kökü nədən qaynaqlanır? İndi biz bu adət-ənənələrin bir sözünün əvvəldə saydınız. Yəni o adət-ənənəsi olsun, bir çoxunu unutmuşuq. Deyək ki, ailələrdə olan bəzi problemlər, yəni bunların kökü nədən qaynaqlanırdı ki, ağsaqqal sözünə, böyük sözünə o qədər rəğbət olunurdu ki, indi dəyişən nə oldu? Dəyişən Azərbaycanın torpağı. Biz orada göz açdıq, atamın, dayımın, ağsaqqal əmisindən, atasından, onlar Ağa Mirzə dayı rəhmətlikdən sözünü eşitməyi gördük. Biz nəsil dayımdan, atamdan gördük, götürdük. Bizdən sonra gələn onlara baxdı, belə adətlərimiz bir-birinin arxasıyla nətər deyirik, adət oldu. Və mənim ixtiyarım çatmırdı ki, Musa məndən 42 idi, hə Musa? 7 yaş böyüydü. 7 yaş çox yaş sayılırdı. Musa mənə söz deyə, mən Musaya qaydam, ya bir adamla mübahisə eləyirəm. Musa gələr ki, get buradan. Tanırsınız da dalaşırsınız. Da bizim birimizin ixtiyarı çatmırdı ki, Musaya deyək ki, yox mən getmirəm. Sən kimsən? Deyə bilməzdik. Çünki doğulandan biz heylə görmüşdük. Evet. Böyüyə, özümdən böyüyə hörmət. Bizim kəndin hamısı heylə idi. Tep cəmaatının hamısı heylə idi. Dərələzin çox kəndlərindən terpək yığılan adamlar vardı. Hansı kəndlər? Ətraf kəndlər məsələn üçün yaxsaydınız? Arınçdan vardı, bulaqlardan vardı, İstisudan vardı. Terpin ətraf kəndləri idi? Hə, Terpin ətraf, bizim Əzbəyev rayonu kəndlərindən. Hansı kəndlərdən? Deyirəm də Cinlibasdan vardı, Cermuhdan vardı, İstisudan vardı, Arınç bulaqlardan vardı, Gömürdən vardı. Hələ Naxçıvanın Badamlı kəndindən də vardı. Ətraf kəndlərdən ən çox onlar ki, 56-cı ildə Azərbaycanın Bərdə rayonundan qayıdanlar getdilər ki, həmin sualı elə verəcəm də, bu həqiqətən sualı verim, bu elə dediyiniz o sualların içərisində olsun. Kəndin bildiyimiz kimi kəndin ən ağır günləri, yəni o mərhələli deportasiya olub da, indi biz bunu görmüş, eşitmişik. Məsələn, 48-53-cü illərdə, məsələn, deyək ki, o dediyiniz indi oradan danışarsınız, sonra 88-ci illərdə, yəni bu mərhələli şəkildə baş vermiş bu köçürmələr, qaçqınlıq kənd cəmaatına necə təsir etdi? O illəri ümumiyyətlə necə xatırlayırsınız? Hadisələr necə baş verdi? Biraz bu mövzuda dəyərləndirin. Onu xatırlamaq belədir ki, bir onu xatırlayıram ki, o vaxtı Ermənistan ərazisində dəmir yolu stansiyası yox idi. Bizi Kurzavoy maşınlara yığdılar, apardılar, Şərurdan yığdılar yük vagonlarına. Üstü örtülü yük vagonlarına.
O vaxt kasıb illər olubdu. Bu boyda biri evi o vagonun bir küncünə cərgə ilə yığırdılar. Ortada yer olanda bu divarın qabağı ilə yığırdılar. Gətirdilər, tökdülər. Birinci bizim öz ailəmizi Yevlax rayonunun Səmədabad kəndinə gətirib tökdülər. Orada yaşayırdıq. Ondan sonra Bərdənin Qaradəmirçi kəndinə, balacaydım 5 yaşında. Bərdənin Qaradəmirçi kəndinə köçməyimiz yadıma gəlmir. Amma Qaradəmirçidə yaşadığımız tam yadımdadır. Bir ildə Qaradəmirçidə atamı qoyun fermasına müdür verdilər. Bizi apardı Murovat dağa. Bax o Murovat dağa getdiyimiz, indi gedəm, kəndin adı neydi? Nədirxanlı. Nədirxanlı kəndinə gitsəm, o qədər yadımda, xatirimdə qalıb ki, geymədim. Gedib babamızın yerin, alançığımızın yerini taparam. Tamaşa nənənin bacısı vardı, Saray. Bax, Sarayı yoldaşıyla da Quzuya gedirdi, yoldaşı. Əskər vardı. Əskərdə qoyuna gedirdi. İndi geçsəm ora, onların o palatkalarımızın yerini mən tapa bilərəm, elə xatirimdə qalıb. 56-cı ilin may ayında bir də Bərdənin Qaradəmirçi kəndindən köçdük, qayıtdıq. O vaxt İsti Su kəndi artıq sanatoriya olmuşdu. İsti Suda mal heyvan saxlamağa icazə vermirdilər. O İsti Sudan 3-4 ayla qaldı bizlə Tevdə, mal heyvanları çoxudu, o mal heyvanı saxlamağa. Məsələn, Arıncı bulaqları dağıtmışdılar. Tərtər rayonunun Xoruzlu kəndindən, zatdan qayıdan ailələr oldu. Onlar artıq Arıncın, 2 Arınc kəndi vardı, aşağı Arınc, yuxarı Arınc. Dağıtmışdılar. Bulaqları dağıtmışdılar. Ev yoxudu da ki, qaydarlar. Hamısını indiki Qarabağ ermənilərinə günə salmışdı. Bax, o günə salmışdı Dərələzin, Əzbəyovun kəndlərin. Yəni, cəmaat qaydanda... Qaydanda 1 ayla, 2 ayla 2 qardaş köçüb qaydırdı da evi yox, eşi yox. Arıncda heç nə yoxudu da. Evlərini söküb Qarabağın evləri kimi eləmiş. Gəlirdilər Tertə. Tertə abadlaşmışdı artıq. Ona görə Tertdə o Əzbəyev rayonunun kəndlərindən çoxu da. Hər kənddən də adam vardı. Çox maraqlı faktlara toxunursunuz Cənət əmi. Demək olar ki, gəldik verilişin sonuna. Tep kəndinin tarixi, yaşananlar, xüsusilə bu qaçqınlıq taleyini bir ağsaqqal kimi, bir ziyalı kimi gələcək nəsillərə çatdıra bilirikmi? Çünki o torpaqlar bildiyimiz kimi bizim ata-baba torpaqlarımızdır. Mərhələ şəkildə elimizi, obamızı oradan çıxarıblar. Orada nə qədər qəbristanlıqlarımız qalıb. Yəni, siz müsahibə ərəfəsində ətraflı məlumat verdiniz. Yəni, biz bunu gələcək nəsillərə necə çatdırmalıyıq? Sizcə bunu yetərincə izah edə bilirikmi? Çatdıra bilirikmi o xatirələri, o tariximizi? Çalışdıq ki, çatdırırıq da. Yenə deyirəm, ermənilər Qarabağdan çıxanda hay saldılar ki, bizi Azərbaycanlılar zorla çıxartdılar. İndi sübut olur ki, onlar könüllü çıxıb. Amma bizi zorla çıxardıblar. Kənddə 3 yerdə Gorus-Yerevan yolu bizim kənddən keçirdi. Qorxurduq. Hadisələr başlamışdı. Kənddə 3 yerdə axşamdan səhərə qədər biz gözətçi qalırdıq. Bizi məcbur çıxartdılar. Gəlirdilər, rayona gedirdini döyürdülər, dalaşırdılar. Niyə köçüb getmişsin? Biz məcbur çıxdıq. Amma indi bütün dünya prezidentimizin sayəsində inanır ki, bizi erməniləri məcbur çıxartmamışıq. Özləri könüllü keçir. Çünki prezident deyir ki, hansı erməni istəyir,
Gelsin Azərbaycanın pasportunu alsın, Yaşasın. yaşasın. Mən onların təhlükəsizliyini Təmin. zamin dururam, təmin edeyim. Bu Ermənistanın da prezidenti, baş naziri zamin dursun ki, Ermənistandan köçən Azərbaycanlılar gəlsin, o da durmur. Ona görə bizi olar indiki, çünki erməni milləti doğulandan Qarabağ zadı üçün Türk milləti ilə Azərbaycan millətinə zad olur. Yağmur. Atlas istəmişəm gətiriblər. Ermənilər ömrü boyu Azərbaycan torpaqlarında və Türk torpaqlarında İranın cüzi bir hissəsidir. Gürcüstanın cüzi bir hissəsidir. Çünki Dağıstan Azərbaycanın olub. Azərbaycanın sonra oranı Ruslar əlimizdən alıb özlərinə birləşdirdilər Dağıstanı. Ona görə Böyle. Ermənilər Azərbaycan Türk milləti ilə heç vaxtı yola getmir. Ona görə də onların məqsədi Azərbaycanı gəlsən də bax. Türkiyə bura qədər. Bura İrandır. Bax buradan belə. Gəlir buradan Azərbaycandır. Keçir belə. Buradan gəlir Azərbaycandan. Gəlir Dağıstandır. Bax bura Dağıstandır. Buradan keçir. Görürsən burada Gürcüstandır. Gürcüstanın az hissəsini salıblar. Bu bir belə ərazidə. Burada yazır Türkiyə. Buradan da yazır Armeniya. Bax belə gəlir. Burayla belə Xəzər dənizindən Qaradənizə Türklər özlərinin Xəzər dənizindən Qaradənizə qədər olan ərazidə Ermənistan yaratmağına görə bu xəritələri çap edib. Ona görə Azərbaycanlılarla Türklər bizə orada Türklər də deyirdi, biz Türkiyə idik, Azərbaycanlıyıq. Biz bu qədər ermənilər. Deyirdi, yox, siz düzgün bilmirsiniz kökünüzü. Siz sırf Türksüz. Değilsiniz. Siz Türksüz. Azərbaycanla Türkiyənin torpaqlarında böyük Ermənistan yaratmağı deməli 85-90% Azərbaycanla Türkiyənin torpaqlarıdır. Ona görə də onlar istəyirdi ki, bizi Türkiyə qata, bizim torpaqlarda onlar böyük Ermənistan yarada. Bəli. Bunların o mənfur ideyası budur. Böyük Ermənistan xülyasıyla hələ də yaşayırlar. Hələ də yaşayırlar. Çox təəssüflü olsun ki, belə deyək də, hələ bugün də onlar o reallığı başa düşmürlər. Ki, Azərbaycan həmin Azərbaycan deyil. Çox çətin illər də yaşamışıq. Bir dəfə dayım məni gətirmişdi bura. Mənim dayımın adı Məmmədov Ağəlidir. Məni bura instituta gətirmişdi. Yay sezonu, institutun qəbulu yay sezonuna. 3 ay getdi kəndə qayıtdı, qəbul elətdirdi, getmişdi orada katib dostudur, yaxınıdır, münasibəti vardı. Soruşmuşdu ki, getdin neylədin? O vaxtı Xalq Təsərrüfatı İnstitutu bir Leningradda vardı, ayrı, bir də Bakıdaydı. Heç bir respublikada yox. Demişdi ki, Xalq Təsərrüfatına deyir, Xalq Təsərrüfatı nədir? Deyir, Narodni Xaziyastva. Dayımı belə qucaqlayıb öpmüşdü ki, nə güclüydü, suda aparmışsan. Orada yaxşı, hörmətli adamlar da, dayım da kənd ağsaqqalıydı, hörmətliydi. Çünki biz orada biz Azərbaycanlılar bir-birimizi tutmasaydıq, ermənilər bizi nə bilim, neyləyərdi, yeyərdilər. Çünki fərqi yox idi. Zeytəli olsun, Gömurlu olsun, Gabıtda olsun, rayonda bir erməni onlarla dalaşardı, hücum eləyərdi. Mənim ixtiyarım yox idi ki, onun üstündən gəlməyəm. Ona görə sözümün əvvəlində də dedim, biz ermənilərdən qorxmurduq. Fərqi yoxdur.
Gömürü görəydi ki, məndən dalaşır erməni. Dilərdi ki, öləcəkdi, o yoldan qayıtmazdı. Mənim üstümdən gəlməliydi. Ona görə biz orada hegemon kimi yaşamışıq, fağır yaşamamışıq, erməninin əl altısı olmamışıq. Güzel. Cənət əmi, biz Həsrət BDM TV-nin nəzdində fəaliyyət göstərən Həsrət və Ümid verilişində artıq demək olar ki, sona yaxınlaşırıq. Verilişimizin sonuna doğru gəldiyimizə görə sizin artıq sizi çox yormayaq. Son olaraq nə demək istəyirsiniz verilişimizə? Tək Allah qismət eləsin. Allah qismət eləsin, qaydaq gedək. İnşallah. Ceyman, ora o qədər xətir hörmətli dolanmışıq, biz yaşamışıq ki. Allah'a and olsun, əvvəldə də dedim ki, atam evdə ağsaqqalıydı. Deyirdi ki, bala, erməni içində yaşayırsınız. Kəndin qızı, kəndin gəlini, gecə kənd yeridir, kəfşəndə əlinizə düşər, rayonda əlinizə düşər. Onları xəyanət eləmən. Mənim babalım sizin boynunuz olsun ki, onları öz ananızdan, bacınızdan ayırasınız. Ananız, bacınız kimi gətirib yəsinə, sahibinə təhvil verməyəsiniz. Biz o tefdə, o etibarla, o ağsaqqalların sözü ilə yaşamışıq. Ona görə də biz tef cəmaatında ögey öysüzlük yoxdur. Hamısı doğmadır. Hamısı doğmadır. Elə mehriban yaşayırdıq ki, bir dəfə mənim qardaşıma toy eləmək istəyirdik, qız qaçırtmışdı. Cəmaat gəldi, yenə deyirəm, atam çox hörmətli idi. Atama dedilər ki, bu artıq ansambl yaranmışdı, var idi. Qonşu kənddə Nəsir adında biri vardı, o yaxşı da oxuyurdu, yaxşı ansamblı vardı. Dedilər, yox, bizim cəmaat oynağan cəmaatdır. Bir zurna aşığı gətir. Oradan Yevlaxdaydı, tanıdığımız yaxşı zurna aşığı. Xəbər elətdirdik, gəldilər. Gəldilər, bir də baxdıq ki, bizdə çox yallı növü var idi. Bax, ruhani yallısı var, yox. El yallısı vardı, tək ayaq yallı vardı, üç ayaq yallı vardı, pəncərə yallısı vardı. Hələ axırda bir it yallısı da gedirdilər. Bir nəfər o orta yaşlı adamlardan əlində çubuq, cabanlar da zülürdü onun dalınca oynayırdılar. Birdən cibindən darağı çıxırdım, qoydu ağzına. Kim ağzına daraq koymasa onu çubuqla vururdu. Şurada belə oynaq, cemaat gülüşürdü. Birdən gelirdi, biri uşağı qucağında, 40 uşaq gəlibdi toyada, bir ay uşaq. Onun uşağını əlindən alıb ağzına da tuturdu. Çünki uşaq tapmaz, ağzında tutmadı, onu çubuqluyurdu. Elə məzəli yallıydı. Sonradan bir gün mühəbbətin toyunda qardaşımın, Əhməd, bayaq dedim, Jigulisi vardı, Əhməd. Əhməd, atam, bir də Diləfriz nənə. Üçü bir yallı getdi. O yallının adı ruhani yallısıydı. Uşaqlar baxdı ki, cavanlar hamı baxdı ki, bu yallı çox şux yallıdır, gözəl yallıdır, mürəkkəb yallıdır. Ondan sonra bütün o 5 cür, 6 cür yallını tərk etdilər. İndi də bu dəqiqədə bizim tep cəmaatı ki, burada uşağına toy eləyir, tep cəmaatı yığılır, orada ruhani yallısı getməlidirlər, hökmən. Yaxşı cəmaatıdır. Uşaqdan böyüyə hamının yolunu saxlayırdı, hamının yolunu bilirdi. Tabii ürəyindən bir söz keçmiş deyilən. Şeyh müəllim, sən həsrət və ümid verilişindən gəlmirsən. Məni saymısan, gəlmirsən, çox sağ ol, minnətdaram. Və sizin rəhbərliyə. Siz ki, Qərələz mahalın, Tef kəndin bu qədər əziz tutmusunuz, bu qədər
gəzirsiniz. Siz də bizim kimi oranın həsrətində. Allah sizə həsrətinizə qovuştursun. Amin. Allah sizə can sağlığı, uzun ömür və sizə nətər minnətdarlığımı bildirəm. Böyük bir şeydir. Arxivdir. Bu bizdə arxivdir, qalacaq. Ha vaxtsa bunu sizinlə köçürdən də o Terpin kəndinin Gələcək nəsillərə bir əlmağandır. gələcək nəsillər biləcək ki, bizim də Dərələzdə belə bir kəndimiz olub. Belə bir ağsaqqallarımız olub. Belə bir nətər deyir, ziyalı adamlarımız olub. Sağ ol, çox sağ ol. Minnətdaram, əziyyət çəkirsən. Mən elə bildim, 4-5 nəfər gəl. Cənnət əmi, dəyərli fikirlərə görə həqiqətən təşəkkür edirəm. Allah razı olsun. Yəni, bugün vaxtınızı ayırdınız, müsahibə verdiniz. Elmiz obamız üçün çox maraqlı bir müsahibə oldu. İnanıram ki, hər kəs bunu həvəslə izləyəcəklər və deyəcəklər ki, gör necə bizim kəndimiz var idi, elimiz obamız var idi. Təşəkkür edirəm. Əziz tamaşaçılar, bugün də bitdi. Amma həsət yenə bitmədi. Hələ də gecələr yuxularımızda o kəndləri gördük. Dağıdılmış evlərin divarlarını, səssiz qalmış həyətləri, üstü ot basmış, amma yaddaşımızdan silinməyən məzar daşlarını, analarımızın, babalarımızın duaları qulağımızda səslənir. Qaydacağıq, ay vətən oğulları, qaydacağıq. Bəli, biz qaydacağıq. Çünki haqq gec də olsa yerini tapar. Çünki o torpaqlar bizim alın tərimizlə, göz yaşımızla, qanımızla yoğurulub. Bir gün Dərələrə, Göyçəyə, Zəngəzura, İrəvana başımız dik, qəlbimiz dolu halda yenə salam deyəcəyik. Amin Allah. Bizi izlədiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Bugün Həsəf və Ümid verilişinin qonağı Qərbi Azərbaycan Paşalıdan Terp kəndinin sakini Cənnət əmi idi. Cənnət əmi, çox sağ ol, təşəkkür edirəm. Allah sizi var eləsin. İnanıram ki, növbəti verilişlərdə yenə də qonağımız olacaqsınız. Dəyərli işlərinizi bizlə bölüşəcəksiniz. Təşəkkür edirəm. Allah sizi var eləsin. Mən heç o Paşalı rayon